Salam İnqibatı servis səhifəsinin izləyiciləri. Bugünkü videomuz 1088 kodu altında gələn qoşa temperatur nəzarətçisi termoregulator haqqında da videomuz. Demək, qoşulma qaydası çox sadədir və qırmızı qara 220 girişləridir. Sarı qara bir çıxışdır. Digər sarı qarada, sağdakı sarı qarada bir digər çıxışdır. Çox sadə qoşulma qaydası var. Sensor uzunluqları 1 metrdir. Demək, bu ancaq isitmə rejimi var, burada soğutma rejimi yoxdur. İstifadə qaydası çox rahatdır. Soldakini basıb saxlayırsınız, 2500 yazır. Bunu artırıb buradan çoxalda bilirsiniz. Bu başlanğıcıdır. Sağdakini basıb saxlayanda 40 yazır, azaldıb çoxalda bilirsiniz. Bu da sonluğudur. Yəni 25-də yansın, 40-da sönsün. Eyni zamanda bu da. Və bu da kalibrovkaya gəlir. Yəni əgər temperatur nizamlamaq istəsəz, bu iki dənəni eyni vaxtda basıb saxlayırsınız. Çoxdursa azalda, azsa çoxalda bilirsiniz. Kalibrovka da eləyə bilirsiniz. Əsasən burada elədə istifadəsi məsləhətdir. İnqibatorlara o qədər məsləhət görmürəm. Qiymət də çox münasibdir. İstənilən sayda var. Məhsulun qiyməti 15 manatdır. Yəni, bu gördüyünüz cəmisi 15 manatdır. 3001-in qiymətinə. Yəni, burada da 3001 istifadə edəcəksinizsə bir tek kontaktlı 2 dənə qoyacaqsınızsa bir daha bundan qoyursunuz. İşiniz olur. Qabağa düşürsünüz. Məsələn 3001 10 manatdırsa, bu 15 manat qoşa kontaktdır. Bu qədər. Kim maraqlı olsa telefonlarına saxlasın. Azərbaycanın istənilən bölgəsində göndərmə xidmətimiz poçtla şənbə günü də yol taksilərinə göndərə bilirik.